Dövlət qulluğuna işləmək istəyirsinizsə, dövlət qulluğuna çalışmaq istəyirsinizsə, rahatlıqla Lumnia Akademiyaya müraciət edə bilərsiniz. Fənlər isə qanun, məntiq, informatika və Azərbaycan dilidir. Qanun fənnindən 40 sual düşür, məntiqdən 30, informatika və Azərbaycan dili fənlərindən isə 15 sual düşür. Və bunun yaxşı tərəfləri odur ki, abituriyent imtahanlarında olduğu kimi səhv düzə aparır. Tələbələrin alternativləri daha çoxdur. Və hər hansı bir fəndə sıfır olma təhlükəsi də yoxdur. Yəni sıfır olsa belə qəbul olunur. Ümumi keçid balı keçmək lazımdır. Keçid balını keçdikdən sonra artıq istədiyi dövlət qulluğuna keçid balını keçdikdən sonra ikinci mərhələ gəlir. Test müsahibə mərhələsi. Müsahibə mərhələsində 3 kateqoriya üzrə vəzifə təlimatı, qanunvericilik və dünya görüşü. İstədiyi məsələn Təhsil Nazirliyini istəyir və yaxud da Müdafiə Təhsil Nazirliyi, Ədliyyə Nazirliyi hər hansı bir qurumu və yaxud idarəni istəyirsə, ora müsahibəyə getməlidir. Müsahibəyə də təbii ki, müəllimlərimiz tərəfindən hazırlaşırlar. Buna müsahibəyə hazırlaşan bizdən Rəşad Əliyevdir. Hətta bir aya 33 qəbul, 17 qəbul, aydan aya dəyişir. Ümumi müsahibə zamanları var. Müsahibələr müəyyən aralıqlarla çıxır. Vakansiya yerləri belə deyək, vakant yerlər. Və müsahibə hazırlaşdıqdan sonra isə artıq müsahibə mərhələsi gəlir, keçid edirlər. Oradan sual-cavab olunur 3 bölmə üzrə və uğurlu nəticə 16 baldır. Və bizim tələbələr isə şükür Allaha ki, çox uğurlu nəticələr edirlər.